Bu gün xəmir yoğurmadan yüngül, dadlı, əsl yay piroqu hazırladım. Hazırlamışkən sizinlə də bölüşmək istəyirəm. Qaba öncədən ələdiyim 3 stəkan un, stəkanın başı 2 barmaq əskik şəkər tozu, 1 çay qaşığı qabartma, azca duz əlavə edib ilk öncə quru ərzaqları qarışdırırıq. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Quru ərzaqlar bir qədər qarışdıqdan sonra üzərinə 150 qram çərək yağı, 1 ədəd yumurta əlavə edib umaç hazırlayırıq. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd edəcəyəm. Dəyərli izləyicilərim, əgər kanalımla ilk dəfə bu videoda tanış olursunuzsa, hər birinizdən xahişim kanala abunə olub videonu bəyənməyinizdir. Başda da qeyd etdiyim kimi bu piroqda xəmir hazırlanmır, sadəcə umaç hazırladıq. Qoyduq kənara, indi içliyi hazırlayaq. Qaba 400 qram duzsuz və az sulu kəsmik, üzərinə 150 qram şəkər tozu, 1 ədəd yumurta əlavə edib qarışdırırıq. Şəkər kəsmin içərisində daha yaxşı ərisin istəyirsinizsə, otaq temperaturunda 4-5 dəqiqə müddətində gözlətdikdən sonra yenidən qarışdıra və ya blenderdən keçirə bilərsiniz. Yaxşı qarışdıqdan əmin olduqdan sonra qoyuruq kənara, indi isə çiyələyi doğrayıram. Mən meyvə olaraq çiyələkdən istifadə etdim. Siz şaftalı, ərik və ya digər gilə meyvələrdən də istifadə edə bilərsiniz və ya sadə də hazırlamaq olar. 150 qram çiyələyi gördüyünüz formada kub-kub doğradıq. Qeyd etdiyim kimi mən daha hamar kütlü olsun deyə azca da olsa blenderdən keçirdim. İçlik hazırdır. Qabın diametrini videonun açıqlama hissəsində qeyd etdim. Umacı 2 hissəyə ayırırıq. Çox hissəni alt hissədə, az hissəni isə piroqun üzərində istifadə edəcəyik. Daha düzgün, daha hamar alınsın deyə sonda qaşıqla hamarlayırıq. Beləcə hamarladıqdan sonra üzərinə hazırlamış olduğumuz kəsmili içliyi əlavə edirik. Onu da qab boyunca yaydıqdan sonra üzərinə doğradığım çiyələkləri əlavə edirəm. Ən sonda isə üzərinə saxlamış olduğum umacı əlavə edirəm. Onu da azca hamarladıqdan sonra öncədən isidilmiş sobada 170-180 dərəcə temperaturda 40-45 dəqiqə müddətində bişirdik. Sobadan aldıqdan sonra otaq temperaturunda təxminən 30-35 dəqiqə müddətində gözlətdim. Ardından soyuducuya verdim. Yəni buzluq gözdə deyil, sadəcə soyuducuya. Yaxşı olar ki, bir neçə saat gözlədikdən sonra dilimləyəsiniz. O zaman həm qabdan rahat çıxır, həm də daha dadlı, daha ləzzətli olur. Həqiqətən tərifə layiq, ləzzətli, əsl yay piroqudur. Sizlər də könül rahatlığı ilə hazırlaya bilərsiniz. Dəyərli izləyicilərim, belə dadlı, ləzzətli təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, hər birinizdən xahişim kanala abunə olub videonu bəyənməyinizdir. Bu günlük bu qədər. Hələlik.